Salam dostlar, sabahınız xeyir. Bugün 30 dekabr 2025-ci il. Gədəbəy rayonu arasında 13 baş qoyun saxlayıram. Onlardan 8 başı doğub, 8 başı doğmuş qoyunu ayrıca gördüğümüz kimi yemləyirəm. Yerdə qalan 5 baş qoyun, biri qoç, 4'ü isə sonradan qoça gəlmiş qoyunlardır. Onları da səhər axşam ayrıca yemləyirəm. Qoyunlardan 4 başı bu 8 qoyunun birinci qarına, yəni doğmuş şəhərlərdir. Qalanlar isə 3-4 qarın doğmuş qoyunlar. Qoyunların rəqəmlər üzrə qulaqlarında bir kaları var. Yəni bu bir kalar nə üçün yəni taxmışam? Qoyunun nə vaxt qoça gəlməsini, neçə qarın doğmasını və yaxud da ki, əkiz tək doğmasını bilmək üçün yəni dəftər tutmuşam, orada qeyd edirəm. İndi yemlərini yeyəndən sonra quzuları buraxacağım əmsinlər deyə. Yəni 8 baş qoyunun 9 quzusu var. Yəni quzular da 17 noyabrdan 1 dekabr aralığında doğulmuş quzulardır. Qoyunlardan bir başı yəni Romanov qoyunun dönməsidir. O başta gördüğünüz qoyun. O əkiz, yəni bala verib, qalan qoyunlar yəni yerli qoyunlardır, qarışıq qoyunlar bir baş doğublar. İndi bunları əvvəllər mən saxlamamışam. Yəni keçən il noyabr ayının 6'sında 6 dənə şişək almışdım. Sonra da daim qoyunlarını satırdı. 7 başda daimdən qoyun aldım. Belə. Yemlərini yiyəndən sonra kuzuları buraxacam əmsinlər. Kuzular da gündə 2 dəfə səhər axşam əmirlər. Dostlar, qoyunların otuna koydum, ot yoncasıdır. Ne qoyunları tövləyə bırakacağım. Cələcəl.
Duzdan əlavə də dostlar, daim qoyunların qabağında daş duz, bir də o mineral duz koymuşam. Bu da Gədəbəyin qış mənzərəsi. Sağ olun dostlar. Gələn videolarda görüşənə.